yalnız Allahın haqqına riayət edəriksə, yalnız namaz qılıb, oruç tutub, zəkat verib, həccə gedəriksə, ətrafımızdakı insanları unudarıqsa, qul haqqına riayət etməriksə, vallah belə bir müsəlman istəmir Allah-u Teala. İslamın göndərilməsinin məqsədi bu deyil. Allah-u Teala demir ki, ey mənim qulum, get yalnız namaz qıl, ətrafında heç bir insanı görmə. Belə görürük ki, dediklərinizdən, əxlaqın ortaya çıxmasına səbəb insanlar arası münasibətləri tənzimləməkdir. Dinin bizə bu aramızda bir-birimizin haqlarını riayət etmək olsun, bir-birimizin halını, əhvalını soruşmaq olsun və həmçinin bu sadəcə bir dənə fərd üçün deyil, yəni insanın cəmiyyətə qarşı. Təbii ki. Bilirsiniz, Araz müəllim, baxın, bu yanlış anlaşılmasın. Məqsəd əxlaqlı bir insan yetişdirməkdir cəmiyyətdə. İslamın gəlməsinin əsas məqsədi budur, səbəbi budur. Amma əxlaqlı olmaq üçün də hökmən ibadət etmək lazımdır. Yəni, belə demirik, bu şəkildə bu səhv anlaşılmasın. Əsas əxlaqdır, namaz qılmasan da olar, oruç tutmasan da olar. Xeyr, bu fikirdə deyilik, qətiyyən İslam bunu bizə demir. İslam bizə deyir ki, namaz qıl, namaz vasitəsilə əxlaqlı ol. Namaz axı biraz əvvəl ayəni oxudum, namaz sizi çirkin və pis işlərdən çəkindirər. Namaz bu mənada vasitədir, əsas məqsədimiz əxlaqlı olmaqdır. Amma o vasitəni yerinə başqa bir vasitə də icad etməyimiz doğru deyil. O vasitəsiz də olmaz. Demək istədiyim nədir? Həm namaz qılacağıq, həm Allahın o əmrlərini yerinə yetirəcəyik, Allahın haqlarına riayət edəcəyik, həm də qul haqqına riayət edəcəyik. Hər ikisi əsas şərtdir. Namazsız da olmaz. Namaz fərzdir. Namaz bizə Allahın əmr buyurduğu bir ibadətdir. Söhbət yalnız namazdan getmir. Namaz bütün ibadətlərin şahı olduğuna görə "Es-salatu imaduddin" buyurur Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Namaz dinin dirəyidir. Onun üçün daha çox namazdan misal verirəm. Digər ibadətlər də həmçinin, oruç da həmçinin, zəkat da həmçinin, həcc də həmçinin. Həm bunlar hamısı Allah haqqlarıdır. Bu Allahın haqqına riayət edəcəyik, həm də qul haqqına riayət edəcəyik. Riayət etmək məcburiyyətindəyik. Mənim demək istədiyim budur. Əks halda yalnız Allahın haqqına riayət edəriksə, yalnız namaz qılıb, oruç tutub, zəkat verib, həccə gedəriksə, ətrafımızdakı insanları unudarıqsa, qul haqqına riayət etməriksə, vallah belə bir müsəlman istəmir Allah-u Teala. İslamın göndərilməsinin məqsədi bu deyil. Allah-u Teala demir ki, ey mənim qulum, get yalnız namaz qıl, ətrafında heç bir insanı görmə. Yalnız məscidə get, namazını qıl. Məscidə gedərsən, namaza gedərkən, digər müsəlmanların haqqını yesən də olar, onlara heç salam verməsən də olar. Onlar önəmli deyil sənin üçün digər insanların haqları. Əsas mənim haqqımı riayət et. Allah belə demir. Amma çox təəssüflər olsun ki, bəzi insanlar sanki belə anlayır İslamı. Baxırsan ki, bəzi müsəlmanlar var ki, başı qarışıb ancaq ibadətlə məşğuldur. Ancaq namaz qılır. Ancaq Allahın haqqına riayət edir. Başını qaldırıb ətrafda heç bir müsəlman qardaşını görmür. Bəlkə də görmək istəmir, bilmirəm. Başını qaldırıb namaza gəlməyə çalışır. Namaza gəlir, Allahın haqqını riayət etmək üçün namaza gəlir, yanından keçir, salam vermədən keçir. Və cəmaatın haqlarına diqqət etmir. Biraz əvvəl bəhs etdim. Cəmaat namazına gəlir, cəmaatın haqlarına riayət etmir. Cəmaatın haqlarına diqqət etmir. Axı bunun üçün Allah-u Teala bizə namaz əmr etməyib. Allah-u Teala bunun üçün oruç tutun deməyib. Məqsəd bu deyil axı. Oruç ibadəti yalnız səhərdən axşama kimi az qalmaqdan ibarət bir ibadət deyil axı. Biz əlimizlə də oruç tutmalıyıq, gözümüzlə də oruç tutmalıyıq, qulağımızla da oruç tutmalıyıq. Qeybət misal üçün, qeybəti misal verək. Çox təəssüflər olsun ki, qeybət elə bir günahdır ki, müsəlmanların bəlkə də ən çox batdığı günahlardan biridir. Ən çox, belə deyək, müsəlmanların zəif nöqtəsidir. Bir çox insanların, yalnız müsəlmanlardan söhbət getmir. Təbii ki, mövzumuz bugün müsəlman olduğuna görə müsəlmanlardan bəhs edirik, namazdan, oruçdan bəhs edirik, qul haqqından bəhs ediriksə müsəlmanlara misal verirəm. Qeybət şərif insanları danışır, dilindən, dili səbəb edəcək. Bəli. Təbii ki, əlindən, dilindən qonşusu zərər görməyəndə əsl mömin deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Həm diqqət edin, həm əlindən, həm də dilindən qonşusuna əziyyət verməyən şəxs həqiqi mömin. Əsl mömin əlindən və dilindən qonşusuna əziyyət verməyən şəxsdir. Qeybət etmək misal üçün Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ifadəsi ilə məşhur hədisdə bilirsiniz, qeybət nədir bilirsinizmi? Sahabələr buyurur Allahın Rəsulu. Allah və Rəsulu daha yaxşı bilir. Qeybət bir müsəlman qardaşınızın arxasınca onu xoşlamadığı bir şəkildə onu anmağınızdır deyir. Ey Allahın Rəsulu, o dediyimiz söz müsəlman qardaşımızın arxasınca danışdığımız o söz həqiqətən o müsəlman qardaşımızda varsa necə? Allah Rəsulu sallallahu aleyhi və səlləm nə deyir? Qeybət elə odur da. Deyək ki, müsəlman qardaşının arxasınca danışırsan. O danışdığın şey olmadığı halda sən yalanla müsəlman qardaşının arxasınca onu xoşlamadığı bir şəkildə anırsansa bu iftiradır. Bu iftiradır artıq. Bu ayrı bir günahdır. Qeybət odur ki, dediyin şey həqiqətən müsəlman qardaşında var, amma sən onun arxasınca qiyabında onun üçün qeybət deyil. Onun qiyabında onun xoşlamadığı şəkildə onu anırsan, onu xatırlayırsan. Qeybət budur.
Bəzi insanlar var, qeybət edir, müsəlman qardaşının qeybətini edir, sonra da bu ifadəni işlədir. Düz deyirəm də deyir. Dediyim şeylər həqiqətən o şəxsdə var. Düz dediyinə görə qeybətdir. Düz deməsəydin iftira olardı. Və ya Allah qeybətə yazmasın. Allah qeybətə yazmasın deməklə bu qeybət sanki günahı silinmiş olur. Yoxdur belə bir şey. Və ya bu ifadəni işlədirlər. Üzünə qarşı da bunu deyərdim. Üzünə qarşı deyərdin də. Bu ifadəni işlətməklə qeybət günahı silinmiş olmur. Üzünə qarşı bir çərçivə var da. Təbii ki, o da ayrı bir mövzu. Uyğun bir şəkildə, təhlikdə mən hansısa müsəlman qardaşımın bir səhvini görmüşəm, cəmaətin içərisində onu sındıracaq şəkildə onun xətasını üzünə vurmaq deyil. Bunu Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bunu qadağan edib. Qırağa çəkib uyğun bir şəkildə onu incitmədən öz səhvini, xətasını bildirmək lazımdır. Bax, mənim müsəlman qardaşım, sənin bu hərəkətin yanlışdır, səhvdir. Səhv hər birimizdə ola bilər. Xətasız qul olmaz. Bir kimsə əgər deyirsə ki, mənim heç bir xətam, günahım yoxdur, o sözün özü xətadır. O sözün özü günahdır. Çünki günahsız insan yoxdur. Məsumluq sifəti yalnız peyğəmbərlərə aiddir. Peyğəmbərlərin belə özlərinə xas bəzi xətaları olub. Biz buna zəllə deyirik. Allah Təala dərhal müdaxilə edib o zəllələrini düzəldiblər. Demək istədiyim nədir? Hər kəsin bir xətası var. Bu ifadəni də işlədirlər. Belə bir sanki belə bir anlayış var imiş ki, günahkarın qeybətini etmək olar. Xeyr. Biraz əvvəl bəhs etdim, amma kimdir günahsız? Günahsız insan var. Sadəcə arada fərq var təbii ki. Kimisə günahı daha çoxdur, kimisinki daha azdır, kimisinin günahları böyükdür, kimisinin kiçik günahlar var. Yəni hər günahkarın qeybət edilə bilər deyə bir anlayış yox. Demək istədiyim nədir Araz müəllim? Qeybət də qul haqqına riayət etməmək deməkdir. Qul haqqı yemək deməkdir. Bunlar hamısı əxlaqdır. Əxlaq olmayanın dini yoxdur. Misal üçün paxıllıq etmək. Bir müsəlmanın bir müsəlmana paxıllıq etməsi. Bu da qul haqqına girməkdir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə buyurur? Atəş odunu yandırıb kül etdiyi kimi sizin bir müsəlman qardaşınıza etdiyiniz o paxıllıq da sizin digər savab əməllərinizi yandırıb kül edər. Təsəvvür edin. Təsəvvür edin ki, namaz qılaraq, oruç tutaraq, digər müəyyən ibadətlər edərək savab qazanmışıq. Müəyyən bir savabımız var. Həm digər bir günahımız var. Məsəl üçün qeybət günahımız var. Müsəlman qardaşımızın qeybətini etmişik. Müsəlman qardaşımıza paxıllıq etmişik, həsəd etmişik. Belə bir günahımız da var. Həmin o paxıllığınız deyil sizin, o paxıllıq hissiniz sizin digər savablarınızı yandırıb kül edər. Atəş odunu yandırıb kül etdiyi kimi sizin paxıllığınız da, o paxıllıq hissiniz də sizin digər savab əməllərinizi yandırıb kül edər. Araz müəllim, paxıllıq etmək bilirsiniz nə deməkdir? Allahın pay bölgüsü ilə razılaşmamaq deməkdir. Allah-u Teala hər kəsə müəyyən bir pay bölübdür. Qismət deyirik. Qismət pay bölmək, pay deməkdir bir növ mənası. Hər kəsin bir qisməti var da. Yəni sən hansısa bir müsəlman qardaşına paxıllıq edirsənsə, maddi sahələrdən söhbət gedir. Falan kəsin niyə maşını var, mənim yoxdur. Niyə evi var, mənim yoxdur deyə onun ev olması, maşın olması səni narahat edirsə və bu nöqteyi nəzərdən ona paxıllıq edirsənsə, sən Allahın pay bölgüsü ilə razılaşmırsan deməkdir. Yəni Allahım, sən bu payı düzgün bölməmisən. Sən o maşını falan kəsə verməli deyildin. Düzgün verməmisən. O maşın mənim haqqımdır. Misal verirəm. Allahın pay bölgüsü ilə razılaşmamaq deməkdir, paxıllıq etmək. Allah-u Teala ilə razılaşmamağın da günahı hər kəs artıq bilir nə deməkdir bu. Yəni bütün bunlar hamısı qul haqqıdır. Qul haqqına riayət etməməkdir, qul haqqına girmək deməkdir. Əxlaqlı mömin, əxlaqlı müsəlman bunlara riayət edər. Paxıllıq etməz heç bir müsəlmanın qardaşına, qeybət etməz.